Xəzərin sahilində Brilliant. çalışır Qız olmanda yanaşır Söhbət sözə qarışır Xəzərin sahilində Susuz səhra torpağa Eyni çılpan yalavac Tek dayanır bir ağaç Xəzərin sahilində Bravo! Çox xoşbəxt görünür. İki gözəl xanım, bəli. Ustad. Bəli. Aha Mehdi'dir ha. Adını deyin. Ağa Mehdi. Ağa Mehdi. Aha Mehdi ha. Deməli sən real müğənnisən ki, səni tanıdılar mənim müğənni dostlar. Yəqin. Yok şahsen Real. ben tam Özündən anlamadım. biraz Ben danış, ben de sadece tanıyorum. sese döndüm, ifaya döndüm. Dedim Özündən özdeki danış biraz Ağa Mehdi. Mən də Mən tanıyım Ağa Mehdi Mirzəyev, musiqiçiyəm. Həm musiqiçi, həm idmançı. 32 yaşım var. səni. Musiqiçisən. Bir Müğənni. musiqi alətində, Ha, musiqi alətində var. müxtəlif müsabiqələrdə İfa. iştirak eləyib əvvəllər. Özünün müşahidə elədiyin bir musiqi Bəli, aləti var. skripka alətini ifa etmişəm. Skripka. Hə, sonra bir də müğənnilik də, bəli. Sən fövqəladə oxudun. Hə? İstəyərəm məni seçsin. Çox xoşum gəldi. Aferin. Aha Mehdi, mən çox şadam ki, sən heç nəyə baxmayaraq Çox sağ ol. yenə də bizimlə qalacaqsan. Sağ olun. aferin Seçim- yani ümitli, iddialı, çok iddialı, Çok çok, güzel. güçlü rəqibsən, Aha. doğrudan rəqibsən. Və seçim sənindir. Mehdi. Çox sağ olun, Tezali xanım, Brilliant xanım, çox sağ olun. Murad, siz də, Eldar sən də çox sağ olun, təşəkkür edirəm sizə. Seçimin valla, bilmirəm. Necə İkiniz seçdin? də çox istəyirəm. Bence Brilliant xanım. Amma seçimin Brilliant xanım olacaq. Kimi seçsin? Çünki onun biraz ifası mənə yaxındır. Daha milli belə mahnılar məncə daha yaxşı onlardan. Onda gəl səni maç Sağ edin. olun. Smaç, goc darıxmış. Çempion! Bravo! Çempion! Çempion! Öpürəm sənə. Sağ olsun. Uğurlar sənə, uğurlar. Xoş gəldin, xoş gəldin. Təbrik edirik. Siz hardan tanışdınız? Deməli oxuyurdu, tanışdınız. Mən niyə görmürəm bunları? Şükür səhnələri var. Yəni Mən müsabiqələrdən kifayət qədər tanıyıram. məşhur. Çox Hə. müsabiqələrdə iştirak eləyib. Aferin, mən ilk dəfə də görürəm. bu Ağa Mehdinin ənənəvi oxuduğu janr deyil. O Deyil hələ bu müxtəlif belə. üslublarda da oxuyur. Gözəl Çox türk mahnılar gözəl. oxuyur, gözəl R&B mahnılar, hitlər Çox oxuyur. gözəl idi. Disko mahnılar oxuyur və bir gün belə bir rockla mən onu tanıya bilmədim. Süper ve yaxşıdır, yaraşıb. İstedadlı insan bütün janrlarda oxuya bilər. Caz da oxuya bilər, muğam da oxuya bilər, estrada musiqisi də oxuya bilər. Mənfi tərəfləri yox idi. Eldar Ağa niyə Mehdinin. basmadın Əlbəttə düymə? ki. Hə, bilmirəm. Yox, Yəni yenə yaraşır. də hiss eləmədim. Mən hal-hazırda duyğu ilə çalışıram. O Eldar yatmaq elə istəyir seçir. sadəcə, hissiyatını itirib Hə, artıq. mən yəni istəmədim, amma çox Sən şadam ki, qənaət dediyim kimi. edirsən. Necə? Öz kisənə qənaət edirsən. Bak Bəlkə gördüm də. ben de döndüm ama seçilmedim yani. Bəlkə də. Berbatçılığın meselesi bu. Amma ki, doğrudan Xeyirlisi, çox fövqəladə. xeyirlisi. Sağ olun, çox sağ olun, təşəkkür edirəm. Sağ olun. Gəl Ağa Mehdi, gəl, xoş gəldin. Təbrik eləyirik. Xəzərin sahilində tam da yerində səslənən bir mahnı Xəzərin sahilində, Crystal Hall'da, Səs Azərbaycanda özün məqsədli olaraq seçmişdin.
Yox, məqsədi olaraq seçməmişdim. Sadəcə mahnını çox bəyəndim, xoşuma gəlmişdi bu mahnı ona görə. Ustadların reaksiyasından gördüm əməlli başlı məşhur müğənnisən. Bir kağız gətirin, qələm, bir imza mən indidən götürüm. Sonra lazım ola bilər. Uğurlar sənə. Təşəkkür edirik. Çox sağ olun. Sağ olun, sağ olun. Hələlik, sağ olun. Mən Ağamehdi Mirzəyev, 32 yaşım var, musiqiçi, həm də idmançıyam. 6 yaşımdan musiqi ilə məşğul olmuşam. Həm musiqi, həm idmanla məşğul olmuşam və bunları bir araya gətirmişəm və hal-hazırda indi də buna məşğulam. Mənə elə gəlir ki, həyatımda musiqidə və idmandan başqa heç nə yoxdur. Street workout idmanına gənc yaşlarımda başlamışam. Belə deyək də, Azərbaycan dilinə çevirsək küçə idmanı adlanır. Gənc yaşlarımda demək olar məşğul olmuşam. Parklarda, idman yerlərində. Bir məşğuliyyətim də var, amma bu yaxında bir balaca ayağımı zədələdim deyə hal-hazırda rolik sürə bilmirəm. Rolika da çox marağım var. Yorğunçuluğumu idmanla çıxardıram və gedirəm üzgüçülüyə. Üzgüçülüyü çox sevirəm. Orada rahatlıq tapıram, bədənim də istirahət edir. Bu layihədə məqsədim layiqli yer tutmaqdır. Çünki bundan qabaqki Səs Azərbaycanda iştirak etmişəm. Oradakı bəzi səhvlərimi istəyərdim burada düzəldim və inşallah inanıram ki, finala doğru gedəcəm. Artıq məndə həyəcan yoxdur. Finala kimi addımlayacağam inşallah.